İzahlı test 101-ci hissə 5-ci sinif ingilis dili. 6-cı sual. Complete the sentence. Cümləni tamamlayın. We buy meat. Biz ət alırıq. At the chemist aptekdən, in the bookstore kitab mağazasından, at the bakery çörək dükanından, at the butcher's B bəndində, at the butcher's ət dükanından. B bəndi doğru cavabdır. 7-ci sual. Choose the correct variant. Düzgün variantı seçin. During our hikes, we all our things in backpacks. Carry sözündən işlənib. Deməli, bizim piyada gəzintimizdə biz bütün şeylərimizi əl çantamızda daşıyırıq. Burada indiki sadə zamandadır cümlə. Və burada to carry olmaz C bəndində. Biz tonu atırıq fe'li cümləyə daxil edirik. Carries də olmaz çünki carries üçüncü şəxsin təkində işlənir. Doğru cavab D bəndidir. Carry. During our hikes, we carry all our things in backpacks. Biz piyada gəzintimizdə bütün şeylərimizi bel çantamızda daşıyırıq. 8-ci sual. Which words denote kinds of transport? Hansı sözlər nəqliyyat vasitəsidir? Will təkər mənasını verir. 1 olmaz. 2 underground. Underground metro mənasını verir. 2 doğrudur. 3 fountain, fontan mənasını verir. 3 səhvdir. 4 bicycle, velosiped mənasını verir. 4 doğrudur. 2 ilə 4 doğru cavabdır. 9-cu sual. Which numbers are correct? Hansılar doğrudur? Why ilə başlayır. Xüsusi sual cümləsidir. Why-dən sonra əgər cümlədə köməkçi fe'l yoxdursa, biz do does'dan istifadə edirik. Baxaq. Why does children like to ride a bicycle? Children uşaqlardır. Üçüncü şəxsin cəmidir. Üçüncü şəxsin təkində yalnız biz does işlədirik. Buna görə bir səhvdir. Why children like to ride a bicycle? Burada do does yoxdur. Why do children olmalı idi. Why do children like to ride a bicycle olmalıdır. 2 də səhvdir. Üçüncü cümlə. Why do children like to ride a bicycle? Niyə uşaqlar velosiped sürməyi xoşlayır? 3 doğrudur. Dördüncü. Why do children usually like to ride a bicycle? 4 də doğrudur. 3 ilə 4 doğru cavabdır.